Başda çox hörmətli İsa müəllim olmaqla bütün tədbir iştirakçılarını salamlayıram. Xoş günlər, mütəbər bir gündə. Bəli, həqiqətən də Azərbaycan tarixinin çox keşməkeşli bir tarix olubdur və Azərbaycan xalqı keşməkeşli yollardan keçmişdir. Və mən deyərdim ki, biz çox xoşbəxt bir xalqıq ki, Ulu Öndər Heydər Əliyev kimi bir şəxsiyyəti, eyni zamanda onun varisi İlham Əliyev cənabları kimi bir şəxsiyyəti görmüşük və onun fəaliyyəti dövründə yaşayırıq bu ölkədə. Və deyərdim ki, cənab İlham Əliyevin dövründə Azərbaycan özünün ən yüksək inkişaf dövrünə çatdı və çiçəklənməyə, daha da yüksək inkişafa doğru gedir. Və təbii ki, dünya standartları istiqamətində dayanıqlı inkişaf hədəflərinə doğru Azərbaycan da uğurla addımlayır və bu il hər birimizin bildiyi kimi Azərbaycan çox mötəbər bir tədbirə hazırlaşır. COP29 kimi mötəbər bir tədbirə. Və mən deyərdim ki, burada cənab İlham Əliyevin çox böyük bir uğurlu strategiyası, çox böyük dövlətçilik liderliyi vardır ki, məhz onun sayəsində Azərbaycan belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsinə, ev sahibliyi etməsinə şərait yaratdı və bütün dünya yekdilliklə Azərbaycanda belə bir tədbirin keçirilməsinə səs verdi. Və mən burada vurğulamaq istəyərdim ki, məhz bu il biz yay ayında Həmkarlar İttifaqının da dəstəyi və təşkilatçılığı ilə biz Zəngilana səfərimiz oldu və orada məhz Zəngilanda tətbiq olunan ağıllı kənd, ağıllı şəhər layihələrinə öz gözlərimizlə şahid olduq və burada qeyd etmək istəyərdim ki, hələ bu mötəbər tədbir Azərbaycana gələnə qədər cənab İlham Əliyev məhz iqlim sayəsində dayanıqlı inkişaf hədəfləri istiqamətində çox böyük işlər gördü. İstər yoxsulluğun aradan qaldırılması istiqamətində verdiyi sərəncamlar, istərsə regional sosial-iqtisadi inkişaf istiqamətində apardığı böyük sərəncamlar və fərmanlar, məhz bunlar kompleks şəkildə dayanıqlı inkişaf hədəfləri çərçivəsində və eyni zamanda iqlimlə mübarizə çərçivəsində çox böyük işlərə imza atmış oldu və bütün dünyada nümunə olan ağıllı kənd, ağıllı şəhər layihələrini də məhz Qarabağda tətbiq etməyə başladı və eyni zamanda Qarabağ regionunun yaşıl zonaya çevrilməsi istiqamətində böyük işlər aparıldı. Və təbii ki, cənab İlham Əliyevin beynəlxalq əməkdaşlığını da bu sahədəki olan uğurlu uzaq görənliyi, liderliyi və yüksək intellektini də qeyd etmək lazımdır ki, məhz onun sayəsində Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və bir çox ölkələr kimi güclü dövlətlərlə əməkdaşlıq edərək Azərbaycanda alternativ enerji istiqamətində də zavodlar tikilməsinə və böyük işlər, uğurlu investisiyalar aparılmasına şərait yaratmış oldu. Və bugün bu qədər hazırlıqdan sonra biz artıq növbəti ay COP29 kimi bir tədbirə hazırlaşırıq və düşünürəm ki, akademiyanın tədqiqatçıları da yəqin ki, orada öz çıxışları ilə, öz töhfələrini vermiş olacaqdır. Bəli, biz bugün cənab İlham Əliyevi həm gənclər olaraq, həm böyüklərimiz olaraq özümüzə örnək götürməliyik. Onun yüksək intellekti, müasir çağırışlara cavab verən yüksək zəkası və eyni zamanda uğurlu strategiyası, milli mənəvi dəyərlərə xüsusi önəm verilməsi və eyni zamanda yüksək xarici dil biliklərinin yiyələnməsi. Mən hər dəfə xaricilərlə tərcümə proseslərində də üzə gəldiyim zaman, onlar hər zaman cənab İlham Əliyevin məhz media forumlarında və yaxud da beynəlxalq tədbirlərdə çox yüksək səlis bir şəkildə xarici dildə xaricilərə cavab verməsini xüsusilə vurğulayırlar ki, dünyada belə bir lider yoxdur ki, yəni istənilən dildə onunla danışasan və o dildə səninlə çox rahat bir şəkildə səni tərcüməçisiz sizə tərcümə etsin, cavablandırsın. Həqiqətən də o an qürur hissi yaşayırsan. Və deyərdim ki, 44 günlük müharibə ilə də cənab İlham Əliyev bizim bütün Azərbaycan xalqını dəmir yumruq ətrafında birləşdirərək bizi bir daha Ulu Öndərimizin də ənənəsinə sadiq olaraq mən fəxr edirəm ki, Azərbaycanlıyam, bu ideologiya ilə bizi birləşdirdi və biz Qarabağda
itirilmiş torpaqlarımızı yenidən azad etdik və biz yenidən ləyaqətlə, başımız uca bir şəkildə, istər beynəlxalq tədbirlərdə, istərsə dünyada, istərsə də ölkəmizdə rahat bir şəkildə qürurla artıq gezə bilərik. Və eyni zamanda mən qeyd etmək istərdim ki, Cənab İlham Əliyev hər zaman gənclərə xüsusi önəm vermişdir. Təbii ki, atasından gördüyü ənənələri davam etdirir. Ulu öndər zamanında gəncləri xarici dövlətlərə göndərərək onlara təhsil verdi, onların daha yüksək intellektli gənclər olmasına şərait yaratdı və bugün həmin şəxsləri biz dövlətin çox irəli vəzifələrində görürük. Və bugün də Cənab İlham Əliyev o siyasəti davam etdirərək gənclərimizə çox önəm verir və həm gənclərimizə şərait yaradaraq onlara da hər dəfəsində çıxışlarında daha çox təhsilli olmağa, savadlı olmağa, intellekt sahibi olmağa çağırır ki, Azərbaycan xalqının inkişafı məhz elmdən, təhsildən keçir. Bir daha hər birimizi təbrik edirəm, çiçəklənən Azərbaycan dövlətinin və bu tarixi zəfərimizin şahidi olduğumuz üçün təşəkkür edirəm.